Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Hər birinizi salamlayıram. İlk öncə təşəkkürümü bildirirəm təlimə qoşulduğunuz üçün. Mən Cəfərli Turanə, ilk ixtisasım biokimyaçıyam. Digər ixtisasım isə dietoloq və nutrisioloq kimi fəaliyyət göstərirəm. Ə, Məqsədimiz insanlara sağlam həyat tərzini aşılamaqdır və Sabira Wellness-də həm təlimci, həm ekspert kimi çalışıram. Bilirsiniz ki, hər həftə bizim təlimlərimiz olur və təlimlərimizin əsas məqsədi düzgün prosesdə düzgün yanaşmaqdır və məhsulları düzgün şəkildə insanlara təqdim etməkdir. Və hər həftə çalışdırırıq ki, fərqli mövzular seçək. Çünki bizə müraciət edən insanlar bəzi xroniki xəstəliklərdən əziyyət çəkirlər. Bəzən biz düzgün, yanlış məhsul seçdikdə, yəni bəzən olur ki, həmin prosesi alovlandıra bilirik. Məhz bugünkü mövzumuz da adından gördüyünüz kimi ekzema haqqındadır. Əslində, yəni belə deyim, ilk olaraq hər bir təlimdə, hər bir prosesin mexanizmi başa düşməkdir. Hətta bunu demək istəyirəm ki, bu təlimi salmaqda əsas məqsədimiz ondan ibarətdir ki, bizə müraciət edən insanlar arasında sizlərə də bu xəstəlikdən əziyyət çəkən insanlar olur. Lakin biz ilk öncə mexanizm başa düşdükdə və bizə müraciət edən insanlara belə həmin mexanizmini anlatdıqda insan artıq mənim dərimdə nə baş verir, o sualın cavabını tapır və əlbəttə ki, dərisinə necə kömək edəcəkdir, onun da bir profilaktik yollarını artıq bilir. İlk olaraq gəlin bundan başlayaq. Ekzema nədir? Ekzema ümumi olaraq dəridə bir xroniki iltihabi bir xəstəlikdir. Bəzən bunu bir kosmetoloji bir proses kimi dəyərləndirirlər. Bu belə deyil. Yəni məsəl üçün dəri sallanmasıdır, qırışın yaranmasıdır. Bunlar bəli, kosmetik bir proseslərdir. Lakin ekzema belə deyil. O dəridə baş verən bir iltihabi bir xəstəlikdir. Xüsusiyyəti nədir? Qaşınmadır. Yəni əslində ekzemanı daha çox insanlar qaşınmanı aradan qaldırmaq üçün proseslərə üz tuturlar. Lakin burada qaşınmadan əlavə dəridə olan qorunma funksiyasının pozulmasıdır və əlbəttə ki, ilk olaraq da biz problemi kökündən həll etdikdə, kökündən deməzdim, harda pozğunluq varsa, oradan həll etdikdə və həmin xəstəliklə biz daha asan mübarizə apara bilərik. İlk olaraq ekzema dedikdə əsasən proses olaraq onun özünün növləri də var. Yəni həm yaranma səbəbləri çoxdur, hətta növləri var. İlk olaraq mən sizə atopik dermatitdən danışmaq istərdim ki, bu ən yaygın forması atopik dermatit formasıdır. Yaranması genetik olur, hətta uşaqlıq devrindən başlayır. İkinci kontak ekzemadır ki, bu kontak ekzemanın əsas yaranma səbəbi hansısa bir məhsullarla daim istifadə etdikdə, əgər bir insanın dərisi də quru tipli dəri tipinə malikdirsə də, burada həmin o məhsullardan allerjik reaksiyalar baş verir və bu da əlbəttə ki, kontak ekzemaya gətirir, çıxardır. Lakin kontak ekzema daha asan olur ki, hansı ki, bu demək olar ki, həmin məhsulları həyatımızdan çıxartdıqda artıq yaşlılaşmağa doğru addımlayırıq. Sonra isə var seborik ekzema. Burada da istər-istəməz bu da xroniki bir ekzemadır. Daha çox stres fonunda yaranır. İmmun sistem öz dərisinə hücum edərək bu şəkildə biruzə verir. Distratik ekzema isə daha çox əl ovuc içlərində olan bir ekzemadır ki, bunun da yaranma səbəbi tam dəqiq bəlli deyil, amma daha çox yəni bu hissədə görünəndə bu tip ekzemaya aid edirlər. Yəni ümumi götürdükdə daha çox insanların rast gəldiyi atopik dermatitdir, kontakt dermatit də görürük son zamanlarda və burada qeyd eləməmişəm, lakin son zamanlarda mənim daha çox gördüyüm ekzema stres fonunda artan ekzemadır ki, hansı ki bu stres faktoru kortizol hormonu daim işlək vəziyyətdə olur və ona görə də
bu ekzemanın yaranma səbəblərindən biri ola bilər. Gəlin ilk olaraq biz mexanizmi başa düşək. Əgər biz bu mexanizmi tam dərk etməsək və bizə müraciət edən insanlara bunu anlatmasaq, əlbəttə ki, öhdəsindən gəlmək mümkün deyil. Baxın, hörmətli əməkdaşlar, yəni İlk olaraq ekzemanı hansısa bir çünki insanlar bizə müraciət edəndə möcüzəvi bir şey axtarırlar ki, hansısa ki elə bilirlər ki, biz sehirbazıq və həmin bu xəstəliyi həmən yox edəcəyik. Əslində ekzemanın tam belə hansısa bir dərmanmı, hansısa bir aktiv maddə iləmi mübarizə aparmaq çox çətindir. Yəni elə bir şey yoxdur. Əsasən bu prosesi, mexanizmi anlayıb və o şəkildə biz ona köməklik edirik. Və bu günləri ilk olaraq sizlərin də bilmək istədiyimiz əsas bu mexanizmi dərk etməkdir və bizə müraciət edən insanlara da bu şəkildə başa salmaqdır. Ekzemada nə baş verir? Ekzemada hansısa səbəblərə görə yaranırsa da, baxın şəkildəki gördüyünüz kimi bu bizim dərimizdir. Baxın, bu normal dəridir. Normal dəri görürsüz hüceyrələri bir-birinə bitişik şəkildə olur və bu bitişik şəkildə olduqda əlbəttə ki, burada qoruma funksiyası da normal olur. Burada heç bir su itkisi baş vermir, buxarlanma olmur. Bariyerimiz də normal vəziyyətdə olur. Lakin bu ekzemalı dəridə, baxın, dəri hüceyrələri bir-birindən aralı şəkildədir. Görürsüz, aralanıblar hər biri və buradan istər-istəməz allergenlər, mikroblar çox asan şəkildə daxil olur və sinir ucları açıq olduğu üçün də başlayır burada bizə reaksiya verməyə. Reaksiyada nə olur? Qaşınma izi reaksiya verir və daim həmin o sinir uclarını, dərimizi bir qaşıdıqca biz artıq orada iltihab yaradırıq və həddindən artıq və bu çatılar belə quruluğun formalaşmasıdır. Yəni dəridə proses olaraq, mexanizm olaraq bu proses baş verir. Yəni bax bu bariyer dağılır. Və bizim bu ekzemada insanlara anlatacağımız əsas məqam bu bariyeri biz daim bərpa etməliyik. Yəni bizim məsəl üçün bir insan ekzemadan əziyyət çəkirsə də, dermatoloq ona diaqnoz qoyubsa da, bəzi immun sistemi zəiflədəcək dərmanlar verilibsə də, bu o demək deyil ki, onda bu xəstəlik tamamilə bitdi. Bu insan öz xəstəliyindən xəbərdar olmalıdır və ona uyğun həyat tərzi qurmalıdır. Və bu həyat tərzini biz olaraq, Sabira Wellness şirkəti olaraq biz onlara kömək edirik ki, sən həyat rutininə nə qatmalısan ki, bu xəstəliklə ümumi olaraq mübarizə aparasan. Xəstəlik deməzdir, yəni insanlar bəzən olur ki, bəzi bir şeyləri çox güclü şəkildə algılayır, yəni belə deyim, ürəyinə salır. Əslində bu belə deyil, xroniki bir xəstəlikdir. Əgər biz bunu öz həyatımızda normal şəkildə qəbul etsək və düzgün şəkildə qulluq etsək, əlbəttə ki, bunun öhdəsindən gəlmək çox asan ola bilər. Demək, həmin o dəri bariyerində filagrin adlı bir zülal var. Baxın, bax bu filagrin bu zülalları, bu hüceyrələri bir-birinə birləşdirən zülaldır. Əslində o bir gendir həm də. Bəzən olur ki, bəzi insanlarda bu filagrin adlı maddə çox zəif olur. Yəni işləməsi zəif olur. Yəni geni belədir və insan düzgün qulluq etməyəndə belə həmin o filagrin adlı maddələr başlayır azalmağa, çatışmağa və dəri başlayır baxın bu şəkildə bir-birindən aralanır və keçicilik buradan daha asan olur. Bundan sonra həmin o aralanma prosesi bir-birindən dəri hüceyrələrinin aralanmasında, ayrılmasında əlbəttə ki, burada lipid azlığı da başlayır. Yəni normal çünki bariyer o qədər zədələnmiş olur deyə burada lipid, yəni seramidin özünün azlığı olur. Burada da əlbəttə ki, seramid az olanda dəridə başlayır quruma prosesi gedər. Və bəzən olur ki, bu prosesdə insanların ən çox səhv elədiyi nədir? Bura quruluğu görür deyə daim istəyir ki, oranı yağlandırsın. Elə yağlar ona verir ki, əlbəttə ki, bu həmin prosesi daha da şiddətləndirir. Məsəl üçün efir yağı ola bilər, karbon atomu yüksək yağlar ola bilər. Bunlar həmin nahiyəni qıcıqlandırır. Çünki burada sebum elə başa düşür ki, bunun yağı yoxdur, daha çox yağ ifraz edir və burada da daha çox yağlıq, quruluq bir iltihabı bir fon yaranır. Ona görə burada çox diqqətli olmaq lazımdır. Burada əsas məqsədimiz bizim bariyerimizi gücləndirməkdir və ən önəmli
dərini nəmə doyurmaqdır. Dəri nəmə nə qədər, nə vaxt doyacaq onu biz bilmirik. Heç bir dermatoloq, kosmetoloq, heç bir biokimyaçı bunu deyə bilməz. Çünki o artıq dərinin öz tipindən, öz doyuma olan prosesindən asılıdır. Yəni əsas bizim məqsədimiz daim dərimizi nəmləndirməkdir. Onu nəmə doydurmaqdır. Ə, Demək, ümumiyyətlə bilin ki, bizdə dərimizdə sağlam dəri bariyeri lazımdır ki, və orada divar kimi olsun və burada heç bir çatlar əmələ gəlməsin. Lap belə ekzemalı bir genetik bir xəstəliyimiz olsa belə, ilk növbədə biz divarımızı, dəri bariyerimizi bərpa etməliyik. Ekzemanı yaradan əsas səbəblər nədir? Baxın, səbəblər çoxdur. Dediyim kimi, anadan gəlmə də ola bilər, sonradan qazanılma da ola bilər. Məsəl üçün gördüyümüz kimi genetik meyldir, allergiyalardır ki, məsəl üçün bu tozdur, güldür, hansısa bir dediyim kimi həmin o gen filagrin adlı bir gen zəif ola bilər və insan onun fərqində olmaya bilər. Və bir müddətdən sonra hansısa bir toza, belə çiçəyə qarşı bir allergik fonda ekzeması arta bilər. Əlbəttə ki, bunlar sonradan qazanılmış olur. Bu fonda yarana bilər. Stres zamanı çox zaman, yəni daha çox insanlarda gördüyümüz, yəni son zamanlarda dediyim bu səbəbdən yarana bilər. Daim immun sistemin iflək vəziyyətdə olmasına görədir. Geyimlərdən ola bilər, sintetik ola bilər, tərin özlüyü. Məsəl üçün təriyən insanlarda bəlkə də rastlaşmısınız, həmin bu ekzemanın artması. Çünki tərin tərkibində duz və minerallar var və bunlar da dəri əgər quruyubsa da, quru dəyərli bir insandırsa da və burada demək tər və duz onu qıcıqlandırır. Çünki sinir ucları açıq olur və onlar başlayırlar qaşınmağa. Əlbəttə ki, qaşınma fonunda da ekzema yaranır. Bəzi məsəl üçün bijuteriyalar var ki, onların tərkibindəki olan minerallarla reaksiya gedərlər və bu prosesi daha da artıra bilir. Sonra ən önəmli nədir? Ən önəmli mənşəyi bilinməyən əl şampunlarıdır. Mənşəyi bilinməyən, yəni mənşəyi bilinməyən də, yəni tərkibində kimyəvi qatqısı çox olan, sulfatlar çox olan şampunlardır, əl şampunlarıdır, kremlərdir, kosmetikalardır. Bunları da daim belə istifadə etdikdə dərinin bariyeri pozulur və ekzemaya yaranmasının əsas səbəblərindən biri olur. Yəni son zamanlarda görməyimizin əsas səbəbi stres fonunda yaranır. Bir insan bilmir ki, onun genində bu gen zəifdir və mənşəyi bilinməyən, tərkibində kimyəvi qatqılı, yəni sulfatları daha çox olan maddələrdən istifadə edərək dərinin bariyerini pozurlar. Və pozmaqla əlavə və bunu insanlar səhv algılayaraq bunu daha da alovlandırırlar və nə edirlər? Sürətli duş alırlar. Ümumiyyətlə ekzemalı insanlara daim su almaq qətiyyən qadağandır, isti su. Hətta bir təlimdə eşitmişdim ki, su ilə təmasda olan, məsələn, dəstəmaz alan insanlarda bu proses çox uzanır. Məsəl üçün bir 3 ay təqribi nəzərdə almışıqsa da bu prosesin yavaş-yavaş alovunu aşağı salaq, lakin bu belə olmur. Su ilə təmasda olan insanlarda bu proses daha da uzanır. Bundan əlavə, dediyim kimi sabunlarda, spirt tərkibli məhsullarda da bu alovlana bilir. Məsəl üçün heç bilmirik, bilmədən eşitdiyimiz bir markadır, alırıq onun əl kremini və onun tərkibində hansısa bir spirt var, hansısa bir sülfat var və o bizim həmin nahiyəmizi daha da qıcıqlandıra bilər. Lakin heç biz bunun fərqində olmuruq ki, bizim işlətdiyimiz hansısa bir kremdir. Stres faktorunu çox görürük. Əlbəttə ki, buna da mütləq dəyərləndirmək lazımdır. Bizə müraciət edən, sizlərə müraciət edən insanlara mütləq onlardan analiz toplamaq çox önəmlidir. Həyat tərzini, istifadə etdiyi məhsullar və məsəl üçün çalışmayın ki, bir məhsulla siz mükəmməl ekzemadan müalicə olunacaqsınız. Belə bir şey yoxdur. Birinci mexanizmi, həyat tərzini dəyərləndirib sonra biz onlara kömək etməyə hazırıq. Və
Prosesdə, ekzemalı prosesdə ümumi olaraq onun müalicəsi üçün dediyim kimi ekzemanın kəskin prosesi var, kəskin şəkildə alovlanan devri var. Əlbəttə ki, alovlanan devrində biz onlara həkimə müraciət etməyi, həkim deyərkən bu ya allergoloq olmalıdır, ya dermatoloq olmalıdır. Kosmetoloq qətiyyən ekzemaya diaqnoz qoya bilməz. Dermatoloq, allergoloq tərəfindən qoyur və o da baxır ki, əgər orada bir iltihabı fon varsa antibiotik təyin edir və yaxud da kəskin immun sistem güclü şəkildədirsə də həmin immun sistemi yatışdıran dərmanlar verir. Və biz nə edirik bu zaman? Biz bu zaman ona lazım olan gündəlik həyatında istifadə edən məhsulları biz tərəfindən tövsiyə edirik ki, həmin proses şiddətlənməsin. Yenə deyirəm, insanların bu xəstəlikdən əziyyət çəkən insanları, yəni adi bir sabunla bədənlərini yuyurlar, adi bir yəni adi marketdən hansısa bir hətta salondan belə məsləhət görülmüş şampunlardan istifadə edirlər və bunun tərkibindəki olan sulfatlar, sulfitlər həmin o ekzemanı daha da şiddətləndirir. Səbəb nədir? Çünki ümumiyyətlə o sulfitlər SLS deyilir, sodyum sulfitlərdir ki, hansı ki bunlar daha çox köpürür, daha çox belə deyim, yağı sökmək qabiliyyətinə malikdirlər. Və burada da ekzemada onsuz da dəridə yağ yoxdur, baryer pozulubdur. Bunlar daha da bunu qıcıqlandırır. Və onun üçün belə bir insanlara biz müraciət edirik ki, sən elə bir duş geli seçməlisən ki, səni yumşaq şəkildə dərini demək o çirkliyi yusun aparsın və ən önəmli həmin o dəridə olan prosesi, dəridə olan iltihabı azaltsın və yaraları sağaltsın. Bunun üçün biz insanlara bağayarpağı cövhəri olan bu xəstəlikdən əziyyət çəkən insanlara bu duş gelini tövsiyə edirik ki, sən başqa çox duş gellərinə üz tutma. Sənin dərində olan proses budur və sən elə bir məhsul seçməlisən ki, bu şiddətlənməsin. Və bu insanlara mütləq tərkibində bu sodyum metil olan isə sulfit formasında deyil tərkibində, bunun yumşaq formasında, yəni dəriyə zərər vermədən həmin yağ balansını dərimizdən kənarlaşdırır. Betain də çox belə yumşaq bir formuladır. Yəni yuyucu bir formula olduğu üçün heç bir qıcıqlanma reaksiyası yaratmır. Bağayarpağı da həmin nahiyədə olan iltihabı azaldır. Yəni özümüz də eşitmişik, yəni keçmişdən də bağayarpağı bir antiinflamator bitki olduğu üçün burada da çox yaxşı təsir göstərir. Dəvədabanı ekstraktı var. Bu da sakitləşdirici. Çünki dəri sinir ucları açıq olur. Daim biz qaşınmaq istəyirik və bu da dabanı ekstraktı da həmin prosesi sakitləşdirir. Yaşıl çay hidrolatı çox önəmlidir, antioksidantdır. Dəridə demək olar ki, antioksidant çox zəif olduğu üçün buna da bizim ehtiyacımız var. İnulin burada ən önəmlidir. Dərinin mikrobiomu pozulur, dəri çatlayır, dəri bilinmir hansı bakteriyalar var, hansı yoxdur və bunun tərkibindəki olan inulin də həmin o baryerdə olan mikrobiomu dəstəkləyir və onun üçün də bu duş gelindən biz bu insanlara tövsiyə edə bilərik. Və ən vacib məqam biz insanlara bunu daim deməliyik ki, sən bədənini, dərini nəmləndirməlisən. Yəni sakit buraxmaq olmaz. Ekzemalı insanlarda proses olaraq yəni boş qoymaq olmaz. Ekzemalı pasiyentlər əgər duşdan sonra həmən dəri nəmlənməlidir. Yəni bu nəmlənmə antibiotik qədər dərman qədər vacib bir prosesdir. Yəni bunu hər bir kəsə anlatmalıyıq. Bunun üçün də yəni bir duşdan çıxdımsa da və yaxud da daim biz dərimizi nəmləndirməliyik və tərkibində olan aloe vera bədən kremini bu insanlara tövsiyə edirik. Çünki tərkibindəki olan aktiv maddələr həmin proses üçün ən uyğun olan aktiv maddələrdir. Tərkibində demək olar ki, bunun bağayarpağı var. Həmçinin dedik ki, iltihabı azaldır. Centella, Asiya centellası ən önəmli bitki ekstraktıdır. Yəni dermatologiyada son zamanlar çox məşhurdur Asiya centellası. Çünki dərini əsas olaraq iltihabı fonu sakitləşdirir. Niatinamid də baryer pozulduğu üçün burada əsasən baryeri bərpa edir.
Ə, və tərkibində ağır yağ yoxdur. Tərkibində makadamiya yağından şi yağıdır. Biz dedik ki, bu yağlar ağır olmadığı üçün dəri bunu öz sebumu kimi qəbul edir. Yəni mənim artıq öz yağım var kimi algılayaraq öz işini görür. Tərkibində heç bir efir yağı yoxdur, kəskin qızdırıcı təsir yoxdur və əlbəttə ki, bu efir yağlardır, qızdırıcı yağlardır. Burada bu prosesi daha da alovlandırırlar və ona görə də ekzemalı xəstələrə bu kremi gündəlik həyat tərzləri üçün vermək tövsiyə olunur. Bilirik ki, daha çox əl hissəmizdə, hətta belə deyim, kontakt ekzemalarda ekzemaları daha çox olur. Bunda əlbəttə ki, ilk növbədə biz həmin prosesdə o ekzemanı yaradan o hansısa deterjandırsa da, hansısa bir üz yuyucu vasitələrdirsə də, mütləq bunu da araşdırmalıyıq və bunu həyatımızdan çıxartmalıyıq. Lakin bizə yenə əl hissəmizdə əgər ekzemadan əziyyət çəkirsinizsə də, birinci biz nəmlənməliyik. Və ən çox gördüyüm səhvlər nədir? İnsanlar daim bura yağ tətbiq edirlər ki, çünki qaşını qurunur, dəri çatlayır deyə. Elə başa düşürlər ki, yağ verdikdə və burada bütün proses həll olacaq. Xeyr, əslində bu belə deyil. Biz əllərimizi, dərimizi nəmə doyuzdurmalıyıq. Və bunun üçün də elə bir tərkibli yağlar seçməliyik ki, həm quruluğu azaltmalıdır, həm ümumi olaraq orada qaşıntını aşağı salıb mikroçatları yumşaq şəkildə bərpa etməlidir. Və bunun üçün biz seçdiyimiz nəmləndirici əl kremimiz var ki, şəkildə də gördüyünüz kimi bu məhsuldan söhbət gedir. Yəni yeniləyici deyil, nəmləndirici olan seriyasından. Bunun tərkibində olan çiğ yağı, badam yağı dərin qatına qədər bərpa edərək quruluğunu azaldır. Əlavə çay tikanı var ki, bu da əslində antioksidant təsir göstərərək həmin prosesi sakitləşdirir və dedik ki, qaşınma olduğu üçün bizə bir sakitləşdirici aktiv maddə lazımdır. Bunun tərkibində olan alatanin. Alatanin də çox sakitləşdirici bir maddə olduğu üçün hətta mikroçatları belə yumşaq şəkildə bərpa edir. Əsasən bu kremin funksiyasına gəldikdə həm nəmləndirir, həm bərpa edir. Yəni ekzemalı prosesdə xəstələrə biz dərini nəmləndirib bərpa etməlisən mexanizmi başa salmalıyıq və əl üçün də bu kremi tövsiyə edə bilərik. Ekzemada qida əlavələrinin rolu çox böyükdür. Yəni bəzən olur ki, elə bir mexanizm olur ki, orada məsəl üçün 50-nin 50-yə olur. Məsəl üçün, lakin ekzemalarda son araşdırmalar göstərir ki, mütləq qida əlavələri burada mühüm rol oynayır. Ümumiyyətlə bunu bilməyinizi istərdim ki, hətta belə deyim, mənə müraciət edən insanlara mən ilk növbədə bağırsaq, immun sistem, dəri. Yəni bunu üstəgəl şəklində yazıb insanlara başa salıram. Siz də edə bilərsiniz. Bunlar bir-birindən zəncirvari bağlıdır. Əgər immun sistemdə pozulma varsa, bağırsaq dəridə də baş verəcək. Bağırsaqda problem varsa da immun sistemdə dəridə problem. Yəni bunlar üçü də bir-birindən bağlıdır. Biri qırıldısa da digərlərində mütləq bir qırılma baş verəcəkdir. Və onun üçün də bəzi qida əlavələri var ki, bu ekzemada çox mühüm rol oynayır. Burada biz əsasən alovlanan prosesi azaltmalıyıq və gözləməliyik ki, dəri özü özündə bərpa etsin. Həm xaricdən, həm daxildən. Və bunun üçün bu prosesdə ekzemada tövsiyə edəcəyimiz qida əlavələri nə olmalıdır? Mütləq probiotiklər olmalıdır. Olmazsa olmazın. Çünki biz dedik ki, bəlkə də bağırsaqda hansısa bir problem var. Yəni bilmədən mikrobiyomda demək olar ki, pozulma var ki, bu proses baş veribdir. Və probiotik bizim burada köməkçi maddəmizdir ki, çünki mikrobiomu düzəltmək üçün bizim sağlıqlı bakteriyalara ehtiyacımız var. Və burada probiotik mütləq ən önəmli qida əlavəsidir ki, immun sistemin artıq reaksiyasını azaltmaqdır. Çünki dedik ki, immun sistem daim istifadə edir, yəni işlək vəziyyətdə olur və artıq bu immun sistemi çökdürmək üçün bizim probiotikə, yəni immun sistemi daim çalışması üçün bu prosesi biz sakitləşdirməliyik probiotik vasitəsilə.
Stres fonunda yaranan son zamanlar, yəni kəskin şəkildə insanlar hətta yeniyetmələrdə belə ekzemanın görməsi, qaşıntı halının görməsi stres fonunda. Hətta belə deyim, heç qaşıntı olmasa son zamanlarda görürsüz ki, yəni yara olmasa qaşınma prosesi baş verir. Bu da yenə kortizolla əlaqəli ola bilər ki, həmin bu stres sinir gərginliyini, həmin bu qaşınma refleksinin güclənməməsinin qarşısını almaq üçün burada maqnezium çox önəmlidir. Və maqneziumu mütləq təyin edərkən milliqramına mütləq fikir verilməlidir. Bəzən olur ki, İnsanlara ya aşağı dozada yazılır, bu cavab verə bilmir. Yəni məsəl üçün bir xörək qaşığı lazımsa da biz bir çay qaşığının ucunda verilsə də və qidalardan belə maqnezium almırıqsa da bu xəstəliklə mübarizə aparmaq çətinləşir. Mütləq burada milliqramına da fikir vermək çox önəmlidir. Olmazsa olmazın bu prosesdə bu güclü antiinflamatoru aşağı salmaq üçün ümumiyyətlə həmin reseptorları söndürmək üçün bizim köməyimizə çatan omega 3'dür, şimali omeqadır ki, bunun tərkibindəki olan yağ turşuları, omega 3'ün özü belə həmin qızartını, quruluğu aradan qaldırır. Yəni ən önəmli maddələr budur. Və bəzən olur ki, bura yerləşdirməmişəm. Bir insanda, məsəl üçün, qaşıntı yoxdur hələ ki, quruluq daha çoxdursa da, bu zaman biz gialuron turşulu kapsulunu da tövsiyə edə bilərik. Çünki burada nəm balansı pozulduğu üçün, quruluq çox olduğu üçün biz dedik ki, bu prosesdə biz dərinin sebum yox, nəmini doyurmaq üçün və gialuron turşusu vitamin C ilə də burada çox yaxşı effekt verə bilər. Sona gəldikdə bunu demək istəyirəm ki, ilk olaraq ekzema tam bir yox olan bir xəstəlik deyil, lakin ona düzgün yanaşanda əlbəttə ki, onu nəzarət altında biz saxlaya bilərik. Xroniki bir vəziyyətdir. Müalicəsi əsasən dərini qıcıqlandırmayan faktorları biz həyatımızdan çıxartmalıyıq və ən önəmli dərimizin baryerini qorumalıyıq və dəri baryerini güclü şəkildə saxlamalıyıq. Bizə əgər müraciət edən insanlara ilk növbədə sizlərə tövsiyəm odur ki, istəyirsinizsə də yaxşı geri dönüşləriniz olsun. Bu prosesi anlatmaqdır. Çünki insan bu prosesi anlatmayanda heç bir şey başa düşmür və möcüzəvi bir məhsul axtarırlar. Əlbəttə ki, ekzemada elə bir şey yoxdur. Biz əgər həyat tərzimizi, bu ekzemanı artıran səbəbləri aradan çıxardırıq və rutinimizə ekzemanı alovlandırmayan məhsullar əlavə etdikdə əlbəttə ki, bunun qarşısından almaq olar. Sonda isə hörmətli əməkdaşlar, bunu da vurğulamaq istəyirəm ki, qətiyyən ekzemanı sebariya, psoriozla səhv salmayın. Tamam fərqli-fərqli bir şeylərdir. Yəni psoriyoz, sebariya haqqında da təlimimiz olmuşdu. Orada hətta funksiyası, mexanizmləri fərqli olduğu üçün, yəni qətiyyən bunu səhv salmayın. Çünki bir-birindən fərqli bir mexanizmdir və birində göbələk var, digərində yəni dəri bariyeri pozulubdur. Sebariya ilə psoriozda dəri bariyeri çox pozulmur. Ən çox dəri bariyeri ekzemalı xəstələrdə pozulur. Yəni bunu da səhv salmamanızı hər birinizdən xahiş edirəm. Təlimimizin sonuna gəldik. Ümid edirəm ki, maraqlı təlim oldu. Az da olsa bilgiləndirdiniz, mexanizmi başa düşə bildiniz və ən önəmli insanlara düzgün şəkildə məlumat verib düzgün yönləndirməkdir bizim işimiz və ümid edirəm ki, bu təlimdən sonra bizə müraciət, sizlərə müraciət edən insanlara bu şəkildə yanaşasınız ki, çünki güvən çox önəmlidir. Biz insanların güvənini qazanmalıyıq və güvən olan yerdə nəticələr də mükəmməl olur. Hər birinizə təşəkkür edirəm mənə vaxt ayırıb təlimə qoşulduğunuz üçün. Gələn təlimdə görüşmək ümidi ilə sağ olun.